Uca Allah Qur'an-ı Kərimdə Bəqərə surəsinin 177-ci ayəsində buyurur ki, sizin üzünüzü məşriq və məğribə tərəf çevirməyiniz heç də yaxşılıq əlaməti, yəni təqvanın nişanələrindən deyildir. Bir çox geniş anlamlı sözdür. Bir ən yaxşı insan, ən yaxşı mömin, ən yaxşı müttəqi, yəni təqvalı olan şəxs mənasını bildirir. Bir elə bir məfhumdur ki, Qur'an və hədis terminologiyasında bir o şəxslərə deyilir ki, onlar bütün yaxşılıqları, bütün ali əxlaqi dəyərləri öz şəxsində, öz əməlində cəm etmiş olsunlar. Ayə ardınca buyurur ki, ancaq bir odur ki, yəni bütün yaxşılıqları öz şəxsində birləşdirmiş ən yaxşı mömin odur ki, Allaha iman gətirəcək, axirət gününə inanacaq, mələklərə inanacaq, kitablara inanacaq, peyğəmbərlərə inanacaq, sevdiyi malından. Diqqət eləyirsinizsə, ifadənin tərzinə baxın, sevdiyi malından kimlərə verəcək? Yaxın qohumlara, yetimlərə, miskinlərə, yolda qalmışlara, dilənənlərə, qulların azad edilməsinə, namazı bərpa edəcək, namazı qılacaq, təkcə namaz qılacaq deyil. Biz keçən dəfə bu haqda danışdıq. İqamətüs salat sözünü xırdaladıq ki, İqamətüs salat təkcə namaz qılmaq deyil, namazı bərpa etmək, namazı qiyam halında saxlamaq. Əqimu salat, qiyamət də həmən kökdəndir. Qiyamətin bərpasında birinci məqsəd namazı necə qılmağındır. Peyğəmbər buyurur ki, ilk soruşulacaq şey namazdır. Zəkatı ödəyəcək və gəldik hədəfə. Əhd etdikləri zaman öz əhdlərinə sadiq olarlar. Yəni, verdikləri vədəyə heç vaxtı xilaf çıxmazlar. Diqqət elədinizsə, Allah bir olan, yəni kamil möminin xüsusiyyətlərini sadalayır, sonda namazı qılarlar, zəkatı verərlər və dərhal ardınca deyir ki, öz əhdlərinə, verdikləri əhdə riayət edərlər. Deməli, bu ayə nəyi göstərir? Bu ayə sözün əvvəlində bir, kamil mömini tərif eləyir, iki, kamil möminin əməllərini izah eləyir, başlayır Allaha iman, mələklərə, kitablara və s. Üçüncü pillədə ibadi məsələlərə diqqət eləyir, inancdan sonra keçdi ibadətə, namazı qılarlar, zəkatı ödəyərlər. Üçüncü pillədə əhdə riayət etməyi şərt qoyur. Ayənin əvvəli Allaha iman gətirməklə başlayır, müttəqilərin, möminlərin sifətləri kimi. Ayənin dediyimiz hissədə sonu əhdə vəfa ilə bitir. Yəni nə? Yəni təkcə iman gətirməyiniz, yəni təkcə ibadət və itaət etməyiniz kifayət deyil. Bütün bunlarla yanaşı həm də nə etməlisiniz? Ayə buyurdu ki, əhdinizə vəfalı olmalısınız. Deməli, biz əhdə vəfalı sözünü, ifadəsini ayədən sıyırıb çıxartsaq, məsələn, fərz etsək, belə başa düşülür ki, bizim Allaha, peyğəmbərlərə, mələklərə, nazil olmuş kitablara inanmağımızın, namaz qılmağımızın, zəkat verməyimizin heç bir əhəmiyyəti qalmayacaq. Əhdə cəfakeşlik bizim o həm imani, həm də ibadi işlərimizi süpürüb aradan aparacaqdır. Ona görə də, əziz möminlər, bu dərəcədə biz diqqətli olmalıyıq ki, əhdimizə vəfalı olaq. İstər bir-birimizə verdiyimiz söz, ailədə verdiyimiz söz, cəmiyyətdə verdiyimiz söz, istərsə də
uca Rəbbimizlə olan münasibətlərimizdə gərək diqqətli olaq.